Bu suala düzgün cavab versən, elə bil ki, feilin böyük bir hissəsini bilirsən, feildə elə bir ciddi problemin yoxdur. Öncə cavablandırıb daha sonra məndən yoxlaya bilərsiniz. Feilin iki şəklində düşünülə bilər. Baxa, onu sabaha kimi gözlədin, sən gözlədin deyəndə bu şuhud keçmiş olur. Düzdür, şuhud keçmişdə deməli xəbər şəklində. Siz getməyin, onu sabaha kimi gözlədin. Gözlətmək olanda, yəni əvvəlinə siz artıranda olacaq nə? Əmr şəkli. Gözlətmək. Çünki başlanğıc formaya birbaşa şəxs sonluğu artırılmış olur. Siz deyəndə əmrdir, sən deyəndə xəbərdir. İki şəklində oldu. Biri götürdük. 1. 2. Paltarların hamısını ütülədin. Sən ütülədin deyəndə yenə olacaq xəbər şəkli, şuhudi keçmiş. Siz kiməsə ütülədin deyəndə icbar növ və bu t icbar şəkilçisidir. İn isə şəxs sonuqdur, yəni əmr. Üçdə eyni qaydanı tətbiq eləyə bilmirik. Niyə? Niyə günahsızlara kim bəslədin? Kim? Sən. Amma əvvəlinə siz qoya bilmirik. Siz niyə günahsızlara kim bəslədin deyə bilmirik. Ona görə üçü nə götürürük? Bir şəkildə götürürük. 1 ilə 2-ni cavab olaraq qəbul etmişik hələ ki. 4. Burada deyir ki, bir şəklində düşünülə bilər feilin. Bütün mətni köçürdüm. Yəni mən nə elədim? Bütün mətni köçürdüm. Köçmək, köçmənin köçürmək, köçürdümü? Mən köçürdüm. O birində də məndir. Burada əvvəlki qaydanı etmək olmayacaq, çünki burada şəxs dəyişib. İndi ikinci mənanı düşünürəm. Mən istəyirəm mətni köçürdüm. Bax, köçürdüm, köçürtmək, köçürtmək. İstəyirəm mətni bura köçürdüm. Artıq burada başlanğıc forma köçürtməkdir. Ümid oldur nə? Şəxs sonluğu, yəni əmr şəkli. Bu da bir dəfə əmr, bir dəfə xəbər şəkli olur. İki şəkil olduğu üçün 4-ü götürmürsən. Ən yaxşılarını seçirdim. Nə edirdim? Seçirdim. Ona görə zamanda olacaq xəbər şəkli. Hər gün 1 saat nə edirdim deyəndə indiki zaman hər gün 1 saat yatırdım, uşağı yatırdım. Nə edim? Sual verirəm artıq burada. Burada isə t olur leksik, im olur şəxs sonluq. Yəni iki şəkildə. 5 oldu nə? Bir şəkil. 4 ilə 6 isə oldu iki şəkil. Yəni bu sxemə uyğun gələcək. Cavab 1, 2 və 5 olacaq. Yəni Y variantı. Bu tip sualları işləmək istəyirsə, blok və miq imtahanlarına bizlə hazırlaşıb yüksək nəticə əldə etmək istəyirsə, 055 597 01 51 nömrələrimizə yazaraq həm ibtidai sinif müəllimləri, həm dil ədəbiyyat müəllimləri, həmçinin bloka hazırlaşan abituriyentlər faydalana bilərlər. Bu tip izahlar üçün səhifələrimizi izləməyə davam edin. Sağ olun.